Bu pendiri süddən hazırlayanda təkcə bir məhsul yox, bir yaddaş yoğurdum. İlk dəfə bunu mənə qaynanam öyrətdi. Ömrünü torpağa, əməyə, ailəyə bağlamış bir qadın. Yaşı artıb, amma biliyi hələ dəllərində yaşayır. O deyirdi ki, ağartı məhsulları tələsməyi sevmir. Süd səbir istəyir, pendir diqqət, hansı havada saxlanar, hansı kölgədə dincələr, neçə gün öz dadını tapar, bunların hamısı kitabdan yox, həyatdan öyrənilir. Mən ondan öyrəndim ki, kənd həyatı təkcə sakitlik deyil, ölçüdür, dərəcədir. Hər şeyin vaxtı var, pendiri saxladığın yer belə onun taleyini dəyişir. Bugün hazırladığım pendirdə o günlərin səsi var. Səhər tezdən sağılmış südün istisi, köhnə qabların qoxusu, həyətin sakitliyi. Bu tələsik pişən yemək deyil, bu nəsildən nəslə keçən bir öyrənilmədir. Və mən hər dəfə bu məhsul hazırlayanda anlayıram. Əsl zənginlik süfrədə yox, onu necə hazırladığını bilməkdədir. Allah bütün valideynlərə, böyüklərimizə can sağlığı versin, ömürləri uzun olsun.